Salam, hər vaxtınız xeyir olsun. Bugün bişərkən bir dənəsi də açılmadan nazik xəmiri ilə çox ləzzətli mantı resepti bölüşürəm. Onun üzərinə duz əlavə edirəm. Soyuq su əlavə edib xəmir hazırlayıram. Nə qədər mantı xəmiri hazırlasam da soyuq suyla hazırladığım xəmir ən gözəli olur. Mantı üçün çox bərk bir xəmir hazırlayıram. Gördüyünüz kimi xəmir çox bərkdir. Xəmiri yoğurub, üzərini örtüb, qoyuram xəmir kənarda dinlənsin. Keçirəm içlik hazırlamağa. İçlik üçün mal ətindən istifadə edirəm. Mal ətini nazik dilimlərə ayırıb, çox xırda şəkildə doğrayıram. Əti biraz soyuducuda dondurmuşam ki, rahat doğransın. Siz də bu cür edin. Çox rahat, istədiyiniz ölçüdə doğraya biləcəksiniz. Ət yumuşaq olduqda ət istənilən kimi doğranılmır. Əti də doğradıqdan sonra quyruq doğrayıram. Quyruğu da biraz dondurucuda bərkitmişəm. Nazik dilimlərə ayırıb kub şəklində xırda doğrayıram. Soğan doğrayıram. Videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm. Ərzaqları geniş bir qaba əlavə edib, üzərinə zövqə görə duz, istiot əlavə edib qarışdırıram. Bu cür içlik də hazırdır. Xəmiri bir qədər dinləndirdikdən sonra yenidən yoğurub kündələrə ayırıram. Xəmir bərk olduğu üçün kündələr çətin toparlanır. Biraz əlimlə içəri doğru bükürəm. Kündələr də hazır olduqdan sonra geniş padnosa düzüb, üzərini paketlə örtüb başlayıram hazırlamağa. Xəmiri bir balaca unlayıb yayıram. İçlik əlavə edirəm.
Gördüyünüz bu şəkildə bükürəm. Bir baş barmağımı xəmirdən ayırmadan. Bu qaydayla bütün kündələri hazırlayıram. Mantı qazanının deşikləri böyük olduğu üçün yağlı kağızdan kiçik deşiklər açıb qazana yerləşdirib mantını üzərinə düzürəm. Qazanın deşikləri böyük olduğu üçün xəmir açılmasın deyə bunu edirəm. Su qaynara düşdükdən sonra 20 dəqiqə bişirirəm parda. Yirmi dəqiqə bişirdim, artıq hazırdır. Üzərinə də kərə yağı çəkirəm. Xəmiri napnazik, bir dənəsi də açılmadan çox ləzzətli mantı alınır. Bəs siz necə xəmir xörəklərini sevirsinizmi? Şərhlərdə hər kəsin fikrini gözləyirəm.